Herkese salam dostlar. Bugün de yeni bir videoyla karşınıza gelmişik dostlar. Bugünkü videomuzda Ronaldo'nu bu efsanelere karşı işlədəcəyik. Görək Ronaldo nə edə biləcək. Yəni çox maraqlıdır mənə də. Ronaldo'nun bu kartı kafacı kartdır. 37 yaşı var bu kartının. 95 farkındalığı var, 92 kafası var. Gördüğünüz kimi, baxın, zərbəsi 90, zıplama isə 99 dostlar. Yəni bu kart kafacı kimi bir kartdır. Və hal-hazırda gördüğünüz kimi legenddir. Oyuna gedək və Ronaldo'nu yoxlayaq. Özü də Madrid formasında. Amına koyduğumuz serserisiz. Ye çikolatayı, zıkkım olsun, ye. Ye amına koymuşsun, tosuna dönmüşsün. Madrid formasında yoxlayaq dostlar. Yəni işimiz orta kafa açmaq olacaq. Cristiano da düppədüz gəlib. Yəni elə bilin ki, bu dəqiqə Ronaldo Baresi, Pique'dir, bir də Maldini'yə qarşı tək mübarizə aparacaq deyə bilərik dostlar. Çünki həqiqətən Ronaldo. Let me know. I wanna. Çölə də vurmazsan da. Çolaqdır ki bu. Yenə fürsət yaradarıq. Temunun heç yeri deyil. Naba Temu'a görə qol yesəm sikəcəm Temunu. Sen bir dene ad familia adresi denen. Ayaq saxladı Carlos. Messi nədir? Oy, Pessi. Batshuayi'yə qarşı Van Dijk. Batshuayi. Və buradan indi çox sürətli bir hücum başladırıq. Roberto Carlos Cristiano Ronaldo'nu gördü. Ronaldo ayaq saxlayır. Ronaldo. Allah! Cristiano Ronaldo. Ronaldo. Meçnə, eşeğimiz öldü. Bunun qarşısını alanmasa eşeği öldü. Ortalara qədər gəldi zərbə seçdi. Ronaldo. Fernandes. Ronaldo'ya fikir verin siz. Maldini ilə çin-çini idi. Ronaldo. Oy, qulağının dibi ilə vurur. Yox. Ronaldo'nun əziyyətin yerə vurduz. Yox. Qarşısını al. Savrulur zaman, kaybolur insan. Kayıp gözlerimle çığlık uzaklardan. Belki çoktan, belki hiç yoktan. Uşaqlar, Ronaldo əlindən gələni elədi. Vurdu mu vurdu. Hərəkət elədi mi elədi. Olmayanda olmur. Videomuz bu kadar dostlar. Videonu beğendiyse like atıp kanalımıza da abone olmayı unutmayın. Sağ olun dostlar.